şəhid anasıyam. 2 evladım vardı həyatda. Ümidim, çırağım 2 evlad idi. İkisini də 44 günlük müharibədə şəhid vermişəm. Prezidentimiz yumruğunu belə tutanda bilin analar 3000 şəhidin yumruğuydu yerə vurduğu. 3000 şəhidin yumruğuydu. Çünki 3000 şəhid olmasaydı bizim o torpaqlar alınmazdı. Hamısı canından əziz bilən vətənini qorumağa getdilər. Öz canlarını vətənə fəda elədilər. Allah şəhidlərimizin hamısını yeri cənnət elədi. 2 evladım var idi. Arkada evladım yoktu. Tek anayam. 27'si günü ikisi de eyni günde şehit olur. 28'li günü balalarımın ikisini de torpağa dəfn elədik. Bu layihənin adı "Mənim oğlum qəhrəmandır. Mən də deyirəm ki, mənim oğlanlarım qəhrəmandır. Elə qəhrəman oğlanların anasıyam mən." Mən fəxr edirəm öz 2 balamla ki, mənim övladlarım vətəni seçdilər. Vətənə layiqli övlad yetişdirmişəm. Həmişə də fəxr edirəm öz 2 balamla. Məmmədov Cavidin, Məmmədov Çingizin anasıyam. Həqiqətən də qəhrəman şəhidlərimiz var, qəhrəman qazilərimiz var, möhkəm, yenilməz ordumuz var. Allah ordumuzu qorusun. Biz analar şəhid verdik, qoşa evladları, qoşa oğulları. Bir daha analar elə acını yaşamasınlar. Gələcək nəsillərimiz firavan yaşasın. Azərbaycanımızı, xalqımızı Allah qorusun.